Hassas mevzudur. Biz ki İslam'da taaddud meşrudur. Yani bir kişinin 2, 3 ve 4 hanımı aynı zamanda olabilir. Ama afsuslar olsun ki onu yani düzgün bir şekilde hayata geçirden kişinin azdır. Çünkü onların hüquqları korunmalı, hüquqları tam eyni olmalı ve hakları tam verilməlidir. Necə məşayixdən biri danışır ki, mən bir qonşu tanıyıram, göstərin telefonu. Məşayixdən biri deyir ki, mən bir qonşu tanıyıram. Adam yani 4 dəfə evlilik etmiştir və 4 həyat yoldaşı vardır. 4 ailəsi vardır. Hər ailəsindən övladları vardır və bunlar bir imarətdə yaşayırlar. İmarət deməli 4 mərtəbədən ibarətdir. Bu Ərəbistanda da bizdə belə şey adətdə də yoxdur, ürfdə də yoxdur, bu şərait bizdə əsla yoxdur və imarət bunun şəxsi mülküdür. İmarət 4 mərtəbəli binadır. Bir paradla girişi vardır, ortada lift gedir və 4 mənzildən ibarətdir. Lift deməli mərtəbələr açılır, əməli başda mənzillərdir. Birinci mərtəbə mənzil açarla, ikinci mərtəbə, üçüncü mərtəbə və dördüncü mərtəbə. Lift hər mərtəbədə açılır və əməli başda paradla bir bloklu belə deyək və mənzillərdir. Birinci mərtəbədə yaşayır ilk evləndiyi ailəsi və uşaqları, onun öz uşaqları. İkinci mərtəbədə yaşayır onun ikinci ailəsi və onun uşaqları. Üçüncü mərtəbədə yaşayır onun üçüncü ailəsi və onun uşaqları. Dördüncü mərtəbədə də yaşayır onun axırıncı dəfə evləndiyi ailəsi və onun uşaqları. Bu uşaqlar şək yoxdur ki, bir-birlərinə doğma bacı və qardaşdırlar fi əbin atada. Və bunların anaları bir-birlərinə ana əvəzidir. Bunların anaları bir-birlərinə ana əvəzidir və hər kəsin öz bioloji anası öz anasıdır. Tamam. Və digər qadınlar da atalarının bunların həyat yoldaşları olduğuna görə bunlara ana yerinədir. Məhrəmdir. Bilirsiniz, hörmət, hörmət, izzəti, izzət. Olsun ki, mənim anamdır, bu deyil, obursu deyil, hə? Hörmət, hörməti, izzət, izzət. Və bunun ən qərbəsi şeyh danışır ki, və bunlar subhanallah hər dəfə bir-birlərinə qonaq gedirlər. Eynən bizdəki kimi maşallah, tabarakallah. İndi gəl bundan sonra bizdə axı bu səviyyədə yoxdur. Yəni birinci mərtəbədə yaşayan, ikinci ilə üçüncü birləşib, dördüncü mərtəbədə yaşayana qonaq gedirlər və dördüncü mərtəbədəki yaşayan həyat yoldaşı onlara süfrə açır və mətbəxdə bərabər bayram süfrəsi hazırlayırlar. Əksi də əks, dördüncü mərtəbə 3 ilə 2 birləşir, birinci mərtəbəyə qonaq gedirlər, birinci həyat yoldaşına, əksi də əks və hər dəfə bir-birlərinə belə müxtəlif birləşirlər. Yəni eynən bizdəki kimi, düzdürmü? Yoxsa birini qaraçuqda qoyub, birində Sumqayıtda qalıb belə. Sonra bizə ispadvalı yoxdur. Adını qoyub ki, mən evliyəm. Qardaş, belə evli olmur. Biri orada, biri burada. Belə olmur. Bu nətər bunları idarə edir? Bu markete gedəndə bu birini qaraçuqda aparacaq, birini Sumqayıtda aparacaq hər gün. Bu paltar alanda birini Sumqayıtda göndərəcək, biri qaraçuqda. Yəni bunlar bir-birlərini görəndə o gərginlik olur. Nəqillər 250 voltdur, yoxsa 1000 voltdur. Birdən vurar çarpar deyə birini Sumqayıtda atır, birini qaraçuqda atır. Elə evlilik olmur. Yəni ya bu havası öz həlli yolunu tapacaq. Yəni qadınlar o səviyyədə inkişaf edəcəklər ki, iman edəcəklər və bunu şəriətdə görəcəklər. Bu yaxın olmalıdır bir-birinə, məsafə olmalıdır. Heç olmasa bir qəsəbənin içində olsun. Hə? Hələ bu yaxşıdır. Yəni mən tanıyıram ki, biri Qubadadır, biri Bakıdadır. Biri Bakıdadır, biri Zaqataladadır. Adam bax belə qalıb. 2 həyat yoldaşı, 2 ailəsi var. Belə olmur. Və bunlar bir-birlərini tanımırlar və tanıya bilməzlər, İraq olsun. Birdən bunlar qadınlar bir-birlərini tanıyarlar. 41-45 təzədən qayıdacaq müharibə yəni. Dözülməz bir şey yəni. Belə evlilik olmur. Yəni belə olmur. Sünnə olan bu deyil, şəriət bu deyil. Əgər bu həddədirsə evlənməsə daha yaxşıdır. Artırması daha yaxşıdır. Və sonra nə olur? Birdən birincisi bilsə nə olacaq? Həmən məhkəməyə, hədd eləməyə, uşaqları ayırmağa, alimentə və ailəni də artmağa. Əgər bu baş verərsə, əlvidə istiftaraya, ikincisindən həmən üzr istəyir, talaq, sanki bu köydən tanmış bir əşyadır. Vallahi zalimdir və canidir. İkinci ilə birinci arasında heç bir fərq yoxdur. Hüquqlar tam eynidir. Həm şəri hüquqlar eynidir, həm də haqları eynidir. Birinci ilə üçüncü arasında heç fərq yoxdur. Birinci ilə dördüncü arasında heç fərq yoxdur. Bunların hüquqları tam eynidir. Yoxsa eşitmişik onda, birinci xəbər olub, üçünü birdən talaq, üçünüz də getdiniz. Bəs komandanın xəbər oldu. Vallahi belə təaddüd yoxdur şəriətdə, belə bir evlilik yoxdur. Belə eləməkdənsə, cani olmaqdansa, qul haqqına girməkdənsə, zülm etməkdənsə və həmin o qadınların könlünü sındırmaqdansa, onları dində fitnəyə məruz etməkdənsə, bacarmırsansa eləmə. Yəni adam bilib ki, birincinin xəbəri var və bilir ki, nələr gözləyir onu, həmən 2, 3, 4 rəqəmlə talaq, getdiniz tanımam sizi. Vallahi belə olmur. Vallahi belə olmur. Əl-xülasə indi mən qayıdıram məsələyə, yenə də sünəndə və sihhata gələn Allah Nəbisi sallallahu aleyhi ve sellemin mükəmməl təaddüd çox evlilikdə olan yəni rəftarı haqqında çox gözəl bir hədis gəlir. Diqqət hədisi dinləyək inşallah, çox vaxtınızı almayacağım. Bilirsiniz ki, Allah Nəbisi sallallahu aleyhi ve sellemin evlilikləri təaddüd olub. Yəni hətta dünyadan köçəndə sağ qalmış həyat yoldaşlarının sayı nə qədərdir, kim deyər? 9 sağ qalmış. Çünki onlardan 3'ü həyatındayken vəfat etmiş və Allah Nəbisi sallallahu aleyhi ve sellem onları dəfn etmiş və cənazəsində iştirak etmişdi, bilirsiniz onu. Birinci kimidi də vəfat edən Xədicə. Xədicədən sonra növbə olaraq ilk evləndiyi qadın kimdir? Xeyr, səhvdir. Səudə bintə Zəm'a radiyallahu anhə. Və bunun hekayəsini sirə dərslərində götürdük, qısa xatırlama verəcəyim. Allah Nəbisi sallallahu aleyhi ve sellem bilirsiniz ki, sevimli həyat yoldaşı Xədicəni itirir. Onun həyatında ən sevdiyi qadın olur.
və hətta bir müddət evlənmir və sahabelər çox narahat olurlar və Məkkə dönəmində olur və bu itki zamanı da onlar hələ hicrət eləməmişlər, Məkkədə yaşayırlar və Məkkədə bu işgəncələr və bu böyük bir mübarizə və Allah Nəbisi sallallahu əleyhi və səlləm ailəsini itirməsi və yenə də tək qalması və Məkkədə də iman edən qadınların da sayı çox deyil, hur, azad qadınlardan söhbət gedir. Və Xədicəni bir hansı ayda, hansı ildə itirib, Hüzn ilində, həmin ildə ki Abu Talib də eyni vaxtda vəfat etmişdi, həmin ildə ki onları Şəab Əbi Talib mühasirəsində saxlamışlar, 3 il ac, susuz və onlara qarşı böyük bir boykot elan olmuşdu. Həmin ərəfədə yəni Xədicəni itirir və sonra iman edən kişilərdən və qadınlardan Allah Nəbisi sallallahu əleyhi və səlləmə təklif olunur, ya Rasulullah, bəlkə Səvdanı sənə alaq. Səvda Məkkədə iman etmiş qadınlardan biridir. Bint Zəm'a, yaşlı qadındır, biraz köktür, əsmərdir. Uşaqları da var, sayı 5, digər rivayətə görə 6 uşağı var. Və Allah Nəbisi sallallahu əleyhi və səlləm buyurur ki, o razı olarmı? Allahu ekber. Baxın peyğəmbərin təvazökarlığına. Burada zanadiqə İslam düşmənlərinə rəddiyə var. Görürsüz peyğəmbərimiz sallallahu əleyhi və səlləm şəhvət axtarmır. Onun Xədicədən sonra ilk evlilikdə təklif olunan qadın əsla ona belə baxanda haşa və kələ təbiri doğrulsa uyğun deyil. Çünki Allah Nəbisi çox yaraşıqlı, tamam mı? Çox yaraşıqlı və bu hal-hazırda yəni təkdir, subaydır artıq və bu qadın duldur və yanında 5 və ya 6 övladı var. Səvdə bint Zəm'a, möminlərin anası, anamızdır. Sadəcə olaraq burada məsələni vəsf eləməkdə hikmətlər var və yaşı da çox idi, Səvdanın. Özü də əsmər qadın idi və kök qadın idi və Allah Nəbisi soruşdu ki, razı olarmı, o istəyərmi? Dedilər, bəli, istəyər, biz təklif edərik və təklif edəndə də Səvdə də təəccüblənir. Allah Rəsulü məni alarmı yəni? Yəni mənim kimi anlar. Və Allah Nəbisi sallallahu əleyhi və səlləmin kamil əxlaqındandır o elçi gəlir Səvdəyə. Səvdə qalxır ayağa deyir ki, ya Rasulullah, mənim 6 uşağım var, bir rivayətdə 5 uşağım var. Mən yəni uşaqlı bir dul qadın. Deyir, mənim də övladlarım var. Onu öz övladlarıma qataram. Onlar bunlar üçün ata kimi. Ya Rasulullah, mən gənc deyiləm, mən yaşlıyam. Artıq mənim də yaşım az deyil. Və o nə gətirirsə Allah Nəbisi sallallahu əleyhi və səlləm eyni mislini ona gətirir. Və sər və evliliyi qəbul edir. Səvdə tərtib sayıca ikinci həyat yoldaşıdır Xədicədən sonra. Və Səvdə olan müddətdə heç bir qadın yox idi. Ta ki hicrət baş verənə kimi, bilirsiniz onu. Hicrət baş verəndə ilk evləndiyi xanım kim olur? Hicrətdən sonra ilk evləndiyi Ayşə bint Siddiq, As-Siddiqa radiyallahu anha və anhu və an əbəhu. Ayşə anamızın yaşı çox az, gəncdir, subaydır. Heç bir zaman nə öncə nə də bundan sonra ərdə olmamışdır. Və Rasulullah onun yeganə həyat yoldaşıdır dünyada ikən, ondan başqa onun əri olmamışdır. Çox gənc qızdır, yaşı da azdır və çox gözəldir. Tamam mı? Burada fikirlərin uyğunlaşmamaq var yəni ortada. Və bununla bərabər Ayşə anamız yenə də hər şeyi qısqanır. Və Allah Nəbisi sallallahu əleyhi və səlləm qadınları çox gözəl tanıyır və onların hisslərini dərk edir. Və günlərin bir günü Ayşənin günüydü. Və Allah Nəbisi sallallahu əleyhi və səlləm Ayşə buyurur ki, yanımdaydı. Birdən qapı döyüldü. Bu kimdir? Bu vaxt qonaq gəldi. Açdıq gördük Səvdə. Biz ona tərhib etdik, xoş gəldin. Səvdə içəri keçdi və yerə əyləşdi. Allah Nəbisi sallallahu əleyhi və səlləm qəsdən məni və onu tam ortamıza əyləşdirdi, ikimizin arasında əyləşdirdi və elə oldu ki, bir çiyninə mən düşdüm, bir çiyninə Səvdə düşdü. Səvdə kimdir? Həyat yoldaşı. Ayşə kimdir? Həyat yoldaşı. Və bunlar oturublar evdə. Ev, yer qumdur, qumda istidir. Mədinə daxa, Mədinə bir evi çoması. Yerdə oturublar. Allah Nəbisi sallallahu əleyhi və səlləm lətafətindən, nəzakətindən, min husnul işra, yəni ülfi hissləri, evlilik hisslərini, ülfi hisslərini qorumaqdan ötürü, lətafət göstərməkdən ötürü ayağını qaldırdı, qoydu mənim hicrimə, yəni ətəyimə, paltarın üstünə. Və digər ayağını Səvdanın hicrinə qoydu. Yəni sanki dedi ki, Ayşə, bəli, o da mənim həyat yoldaşımdır, bu da mənim həyat yoldaşımdır. İndi də qonaq gəlib. Və deyir, bu məni çox qısqandırdı. Ayşə nə deyir? Bu məni çox qısqandırdı. Yəni istədim ki, bu ayağını çəksin. Təbii ki, məndən çəkməyi düzgün deyil. O da onun həyat yoldaşıdır. Ondan da çəkməyi necə eləyim? Qalxdım və dedim ki, Səvda, bu saatca mən sənin üçün quymaq hazırlayacağım. Barmaqları yalayacaqsan. Yəni tək ki, ayaqları buradan çıxartsın da, qısqancılıq. Təbiidir, təbiidir. Tamam, özdə yaşları da çox fərqli. Və gözəl bir quymaq hazırlayır və deyir ki, Səvda, ye. Səvda da yaşlı qadındır. O biraz başqa cür düşünə bilir. Dedi ki, istəmirəm. Bunu sənin üçün hazırlamışam. Sən də qayıtdın ki, istəmirəm. Mən səni göstərərəm, istəmirəm nə deməkdir. Və deyir Ayşə anamız, o qədər qəzəbləndim ki, dedim ki, ya bunu yiyəcəksən, ya bunu üzrə yaxacam. Elə də dedi. Ya bunu yiyəcəksən, artıq hisslərlə, emotsiyalarına cavab verə bilmir yəni, məhkumdur. Ya bunu yiyəcəksən ya Səvda, ya bunu üzrə yaxacam. Dedi, xeyr, yeməyəcəm. O da ona elə cavab verir. Allah Nəbisi bir də deyir ki, baxdım ki, artıq üzünə yaxıb. Səvdanın üzü bütün quymaktı, balla qarışıq. Və bir də gördüm ki, Səvda da götürdü oradan Ayşənin üzünə yaxdı. Və Allah Nəbisi sallallahu əleyhi və səlləm ovunur gülməkdən.
Özü sağ. Allah xətrinə sizdən hansı biriniz mənzərə dözər? Bir dənə yumuruq buna, bir dənə şəfalıq elə. Talak. So. Yoxsa elə deyil. Bu səbir hansı birimizdə var? Bax bu həqiqətən peyğəmbər, yəni insan psixologiyasını, qadın psixologiyasını, həyat yoldaşı psixologiyasını və qısqanclıq psixologiyasını mükəmməl bilən və ilə idarə olunan bir insandır. O bilir ki, bu normaldır, bu belədir. Hansı birimiz dözə bilərik? Təsəvvürlə, qonaq gəlir və qonağımızı kraskalanır. Təsəvvürlə. Və deyir ki, mən yeməlisən. Yeməsən üzvə sürtəcəm onu. Yaxacam üzvə. O da qayıtır ki, istəmirəm. İstəmir də. Və baş verir. Və Allah nəbisi salsam, yəni bir tər özünü saxlayır, gülür, saxlayır. Bunu da qırğın gedir. Həmin ana elhamdülillah qurtuluş gəlir. Omar bin Xattab küçədə onu axtarır. Ya Abdallah. Omarın da səsi. Bir də Allah nəbisi deyir ki, Omar, tez qalxın üzünüzü yorun. Yəni yansan ki, içəri gəlir də. Qadınlar da qorxusundan tez qalxırlar, tez üzlərini yuyurlar. Halbuki Omar sadəcə o küçədən keçirdi, Abdullah axtarırdı. Sadəcə olaraq. Və rivayət burada qurtarır. Yəni bu nəyi göstərir? Yəni asan deyil. Yəni onların emosiyaları idarə olunmazdır. Onlar hərdən yəni öz emosiyalarına məhkum ola bilir. Yəni onlar da qısqanır. Yəni sən bunları hamısını tab gətirəcəksənmi? Yəni asan deyil. Və Ayşə anamızın qısqanmağı, bu şəkildə qısqanmağı çox təbiidir. Çünki onun həyatında başqa insan olmuyor. Və Allah Nəbisi sallallahu əleyhi və səlləm onun zövcəsidir. Yəni ondan başqa əri olmuyor həyatda. Amma Səudə və Hafsa və bütün zövcələrin bundan öncə həyat yoldaşları olub və onlar həlak oldular. Hətta onların bəzilərinin uşaqları var onların. İllə Ayşənin radiyallahu anhə həyatında başqa həyat yoldaşı olmuyor. Onun qısqanclığı və yaşının həddindən artıq az olması və bu mənzərənin bu şəkildə olması çox təbiidir. Və Allah Nəbisinin burada nəyi göstərir? Nəzakətini, lətafətini, həlimliyini göstərir. Həlimlik nə deməkdir? Cəza verməkdə tələsməkdən əl çəkmək. Həlimlik nə deməkdir? Cəza vermək əvəzinə yola vermək. Həlimlik nə deməkdir? Cəza verməkdə acələ etməmək və cəzanı təxirə salmaq. Yəni Allah Nəbisi bu hilmlə zəngin idi. Görürsünüz, gülür, təbəssüm edir. Eyni rivayəti İmam Buxari rivayət edir. Orada bir kəniz qadın Zeynabdan pay gətirir. Ayşənin gecəsində, evində, günündə Ayşənin evində də yemək olmur. Və pay çox gözəl pay olur, çox zəngin bir yemək olur, səfərimizdə bal olur. Ya da ki, balla qatışıq bir şey olur və bu Ayşə anamızı çox qıcıqlandırır. Gecə mənim, yəni əl çəkin, niyə nə istəyirsiniz? Nə olsun yemək yoxdur, kasıbçılıqdır, təzə gəlmişik, hicrət, tələki, ərmişik. Niyə sən mənim gecəmdə yemək göndərirsən? Göndərən də zövcələrdən biridir. Yad insan olsa problem yaşanmaz, Mədinə əhlinin, ansarlarından, kimsəyə, mühacirlərdən. Nədənsə zövcələrin biri, məndəsə yemək var. Qadın başqa cürə bunu başa düşür. Məndə yoxdur, səndə var. Var da, yəni müdaxilə eləmə, qoy yaşayaq həyatımızı. Mənə belə şirindir. Bu gecə Allah Rasulü öz həyat yoldaşımla ac gecələmək mənə daha şirindir. Nəyə ki, sənin bizə yemək göndərməyin. Səndə yemək var. Ayşə anamız nə edir? Həmin o yeməyi gətirən kəniz köləyə tap təpəsinə. Üzündən tökülüb belə bağlı yeməyi tap gedir. Peyğəmbərimiz də özü bir tərs saxlayır və həmin kənizdən üzr istəyib deyir ki, "Qarrat ummuki." Fikir vermə, anandır, qısqandı. Yəni sən möminsən, ey kəniz, bu da möminlərin anasıdır. Fikir vermə, anandır, qısqandı. Və sonra Ayşəyə deyir ki, ey Ayşə, həmin qabın eynimisini gedib dədən evindən götürəcəksən, həmin yeməyin eynimisini pişirəcəksən və Zeynaba göndərəcəksən. Hətta bir rivayətdə deyəsən Allah Nəbisi sallallahu əleyhi və səlləm əmr edir həmin kənizə, deyir ki, onu çıxart, indi vur onu sifətinə, necə sənin sifətinə vurmuşdu. Həmin kəniz də Ayşənin üzünə vurur, eyni hadisəni və Peyğəmbər sallallahu əleyhi və səlləm gülür və burada ədaləti də bərqərar eləyir eyni zamanda və yəni həyat davam edir və həyat çox gözəldir, çox lətafətlidir və Allah Nəbisi sallallahu əleyhi və səlləm bunun hamısını təğafül ilə yola verir. Təğafül nə deməkdir? Yəni göz bağlamaq, görməməzlikdən gəlmək, yola vermək. Yəni bizdən birimiz məncə düşünürəm ki, buna tab gətirə bilməzdi. Elə? Yəni düzdürmü? Bu nə göstərir? Allah Nəbisi sallallahu əleyhi və səlləm bir ər kimi necə mükəmməl bir ər olması. Laqad kana lakum fi rasulillahi uswatun hasana. Şübhəsiz ki, Allah peyğəmbərində sizin üçün ən gözəl örnəklər var. Nədə? Bütün hər şeydə. Ər dünyada bir nömrəli nümunə ər odur. Komutan dünyada bir nömrəli komutan odur. El-qadi, prokuror, hakim dünyada ən ədalətli hakim odur. Tamam. Rəhbər, bəldənin rəhbəri, Mədinənin bilsiz şeydi, Mədinə artıq bəldə idi, o. Ordunun başında gedən sərkərdə ən mükəmməl sərkərdə o. Yəni imanda o, təqvada o, əxlaqda o, ibadətdə o, hər şeydə o. Mükəmməl bir yəni. Tamam mı? Laqad kana lakum fi rasulillah uswatun hasana. Şübhəsiz ki, Allahın peyğəmbərində sizə ən gözəl örnəklər var. Yəni həyatın hansı hissəsinə toxunursansa bütün örnəklərin zirvəsi onda toplamışdır. Yetimlik halı onda. Bunu zikr etdik sirat əsərlərində. Yəni evlilik halları onda. Təaddüd, heç kim bu qədər qadınla sabit qalmamışdı. Orada sahiblər vardı ki, qadığa gəlməmişdən qabaq onların da 9, hətta 10 və 11 zövcələri olub. Qadığa gəlməmişdən qabaq. Amma heç kim bu qədər mükəmməl onları idarə edə bilməmişdi. Allah Subhanahu taala eşidənlər üçün faydalı etsin. Hədə və sallallahu əleyhi və səlləm alə nəbiyinə Muhammed və alə alihi və sahbihi ecmaîn.